Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, adam başına düşən illik səhiyyə xərclərinə görə ilk sırada ABŞ qərarlaşıb. Yenavaz.com xəbər verir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistik göstəricilərdə yer alıb. ABŞ-də adam başına düşən illik səhiyyə xərcləri 13.473 dollara çatıb. Avropada isə Almaniya və İsveç ən yüksək göstəricilərə malik ölkələr sırasındadır. Kanada və Fransada adam başına 5.000 dollardan çox vəsait ayırmaqla yüksək xərcləmə trendini qoruyur. Yeni statistikaya görə Azərbaycanda adam başına düşən səhiyyə xərci 300 dollar təşkil edir. Bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikasını göstərsə də, hələ də bəzi qonşu ölkələrdən geri qalır. Asiya ölkələri arasında Yaponiya və Cənubi Koreya stabil yüksək göstəricilər nümayiş etdirir. İnkişaf etməkdə olan böyük iqtisadiyyatlardan Braziliyada bu rəqəm 1010 dollar, Hindistanda isə 85 dollar civarındadır. Mütəxəssislər qeyd edirlər ki, adam başına düşən xərclərin həcmi yalnız tibbi xidmətlərin qiyməti ilə deyil, həm də ölkələrdə tətbiq edilən icbari tibbi sığorta sistemlərinin effektivliyi və dövlət büdcəsinin prioritetləri ilə birbaşa bağlıdır.